100 mənzilin deməli verilməsi mərasimində iştirak etdik. Beləliklə post-müharibə dövründə 6900 mənzil şəhid əlillərimizə və müharibə əlillərimizə təqdim edilmiş olur. Digər vacib istiqamətdə bilirsiniz ki, müharibə əlillərinin avtomobil təminatı proqramıdır. 2025-ci ilin yanvarın 1-nə olan növbədəki vətəndaşlarımızın hamısı avtomobillərlə təmin edilibdir. Beləliklə post-müharibə dövründə 567, ötən dövr ərzində 7800 avtomobil müharibə əlillərinə və onlara bərabər tutulan şəxslərə təqdim edilibdir.